Oranın feyzi, füzuyatı, ləzzəti, dadı elə bir şeydir ki, dil acizdir onu vəsf eləsin. Baxdılar, gördülər ki, hər kəsin bir məqamı var. Dedilər, xoş bizim halımıza ki, axşam tərk edib Quranı getməmişik. Sabah biz o eşq karvanı ilə öz məşuqumuza qovuşacağıq. Aşiq ilə məşuqun Kərbəlada görüşdüyü yer idi. Həqiqi eşqidən gedir söhbət. O eşqi ki, məşuqun baxışına hər şeyini verər. Həzrəti İbrahimi Allah imtihan edirdi. Gətirdi qoyunlarını sulamağa bir gölün qırağına. Oturdu, qoyunlar da su içir, gördü bir də səs gəlir. Subbuhun quddus, Subbuhun quddus. Həzrəti İbrahimin belə də ki, qəşş elədi. Qəlbi eşqi pərvaz elədi göylərə. Xudaya bu nə səsdir? Bunu deyən kimdir? Mənim məşuqumu tanıyan kimdir? Gəldi, baxdı, gördü ki, bir qoca kişi də oturub bu adları zikr edir. Dedi, nə gözəl adlardır, onları bir dedi. Dedi, sən onları haradan tanıyırsan? Dedi, o mənim məşuqumun adıdır, mənim Rəbbimin adıdır. Mən onu sevirəm, o məndən razı olduğu üçün hər şeyimi qurban verməyə hazıram. Dedi, qoyunların yarısını ver, bir kəlmə deyim. Dedi, qoyunların hamısını verirəm sənə, o zikri məni içindir. Bir kəlmə dedi, Subbuhun quddus. İbrahimin gözündən yaş axdı, getdi səcdiyə. Subhana Rabbika Rabbi izzəti əmma yasifun. Şükür olsun sənə Pərverdigara. Elhamdülillahillezî xalaqas semavati vel arz. Şükürlər olsun yerləri və göyləri yaradan Allaha. Bunları deyəndən sonrasına o qoca öz simasına qayıtdı. Ki, Cəbrail idi. Allah dedi, məni imtihana göndərib. Allah məni göndərdi ki, gör mənim Xəlilim, mənim İbrahimim, mənim Peyğəmbərim məni nə qədər nə sevir, nə qədər nə istəyir. Dünya malını çox istəyir, yoxsa məni çox istəyir. Nəyi var idi? İbrahim bir Allahın adını eşitməyə qurban verdi. İbrət götürməli dərsdə. Allah gördü ki, İbrahim hər şeyini qurban verdi. Cəbrailə dedi ki, ona bir dənə müjdə ver. Müjdə verdi. Dedi, inni cailuna fil ərzi xəlili. İbrahim, Allah deyir ki, mən bugün yerdə öz dostumu təyin eləyirəm. Dostumu müəyyən eləyirəm. Biz olsaydıq nə deyərdik? Allah'a deyərdik, Allah məndən yaxşı dost ola bilər. Məndən başqa kim görə bilər bu işi? Peyğəmbərin əmsəl bu qədər mal verdim, dövlət verdim. İbrahim elə demədi. Bilirsiniz nə dedi İbrahim? Dedi, kimdir o Allah'ın dostu? Gedim onun ayaqlarından öpüm. O mənim məşuqumun dostudur. Məşuqumun sevdiyidir. Ondan sonra Cəbrail dedi ki, ya İbrahim, bu məqam sənə verildi. Eşq budur. Həqiqi məhəbbət budur. Güclü iman budur. Qəlbə hopan iman budur. Eşq əhlidir, Kərbəlada yığışıblar. Sabah imtihan verəcəklər. Məkanları da bəllidir. Bir-birini sibqət eləyirdilər, avqon eləyirdilər, qabağa getirdilər ki, ya Əba Əbdillah, birinci mənə icazə verərsən, gedərəm şəhadət şərbətini içməyə. Həmən gecə bunlar müjdələrini alıblar, hətta bir-birini zarafat eləyirdilər. Sabah fitva verilib öləcəklər, hamısı. Bir-birinə zarafat eləyirdilər. O buna deyirdi ki, sənin üçün ayrılan məqam nə qədər gözəldir, gedərik orada bircə olarıq. Ünsiyyət eləyərik, dost olarıq. Deyirdi, yox, orada mən səndən olmayacaq. Bir-birinə zarafat eləyirdilər hətta. Sabah qətildir, sabah ölümdür, sabah qan töküləcək, sabah Allahın əziz bəndələri qurban kəsiləcək. Amma o məkanı görəndən sonra onlar nə idi? Sevinirdilər. Niyə insan ölümdən qorxur, bilirsiniz? Niyə qorxuruq ölümdən? Çünki ahirətimizi virana çevirmişik, virana qoymuşuq. Ahirət üçün görülən işlərin heç birini görməmişik. O gün də dedi ya, o ki adamın başının dalı yerə dəyir, gözləri bərəlir, o bərbad ahirətini görür. Bu abad dünyadan ora getmək üçün qorxur.
hara gedib düşəcəm mən? O ölünü 3 dəfə götürüb yerə qoyurlar. Bilirsiniz niyə qoyurlar onu? O ölü həqiqət aləmin görür. O qəbrə onu aparanda görür onu hara aparacaqlar, hara qoyacaqlar. Bir onu yavaş-yavaş edin ki, öyrənişsin. Birdən-birə itələyib salma onlara. Bir dəfə götürüb qoyurlar, bir salavat deyirlər, 2 dəfə götürüb qoyurlar. Yavaş-yavaş o öyrənci getməliyəm də, qayıdış yolu yoxdur. Ona görə insan axirətindən qorxur ki, oranı bərbad vəziyyətə salıb. Amma Əli əleyhissalamın başına qılınc dəyəndə bilirsiniz nə dedi? Dedi, Elhamdülillah, 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 xələstu nəfsi. Allah'a şükür olsun, Allah'a şükür olsun, Allah'a şükür olsun ki özümü kurtardım bu dünyanın zillətindən. Çünki bilirdi hara gedəcək. Ahirət evini abad eləmişdi. Ona görə onlar ölmə bu qədər eşq bəsləyirlər. Çünki bilirdilər hara gedəcəklər.